456 şagird yerli Hacıvar kənd tam orta məktəbinin inşaat işlərinə 2024-cü ildə başlanılmışdı və hazırda inşaat işləri tam yekunlaşıb. Qeyd edək ki, Hacıvar kənd tam orta məktəbinin inşaat işləri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramı icrası istiqamətində həyata keçirilib. Müasir dizayn inşa olunan məktəbdə 4 elektron lövhəli olmaqla 20-dən artıq sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, büfet, yeməkxana, kompüter sinifləri, müəllimlər otağı, kitabxana, ən müasir sistem və avadanlıqlarla təsis olunub. Məktəbdə həmçinin 558 kvadrat metr sahəsi olan qapalı idman zalı yaradılıb. Burada şagirdlər müxtəlif idman növləri ilə məşğul ola bilərlər. Məktəbdə təhlükəsizliyin təmin olunması məqsədi ilə yanğın xəbərdarlığı sensorları və 36 kamera quraşdırılıb. Məktəbdə tədbirlərin və iclasların keçirilməsi məqsədi ilə xüsusi səs sistemləri ilə təmin olunmuş 256 yerlik iclas zalı yaradılıb. Təhsil ocağının həyətindəki oyun meydançası şagirdlərin fiziki inkişafına və sağlam böyümələrinə şərait yaradacaq. Qeyd edək ki, Hacıvar kənd tam orta məktəbi üçün yeni bina 2005-ci ildə inşa olunmuşdu. Məktəb binasının tikinti normalarına uyğun aparılmaması onun qəzalı olması ilə nəticələnmişdi. Müvafiq qurumların rəyinə əsasən bina sökülərək yenidən tikinti işlərinə başlanılmışdı. Xosrov İbrahimov, Atabək Səyyad, Rafət Kərimov, NTV Xəbər.